Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun komandanı General-leytenant Kənan Seyidovun qızı Aysun ailə həyatı qurub. Doğru Xəbər maqazin xəbər verir ki, Aysunun Ceyhun adlı bəylə toyu ötən gün paytaxtın dəbdəbəli məkanlarından birində keçirilib. Məclisdə xalq artistləri Aygün Kazımova, Röya və digər tanınmış sənətçilər iştirak ediblər. Kənan Seyidovun Kürəkəninin tibb sahəsində tanınmış ailənin övladı olduğu, onun Antalyada həkim-kardioloq kimi fəaliyyət göstərdiyi bildirilir. General Bakı şəhəri Lokal Gəlirlər Departamentinin idarə direktorunun eks-mavini Qabil Tarquliyevlə qudaq olub. Tarquliyevlər hazırda tanınmış klinikalardan birinin sahibidirlər. Azərbaycanın xalq artisti Nasbəri Dostəliyeva Türkiyənin İstanbul şəhərində fotosesiya etdirib. O bununla bağlı görüntüləri Instagram hesabında paylaşıb. 66 yaşlı Nasbəri Dostəliyeva paylaşımına bir İstanbul nağılı şərhini yazıb. Söz gedən digər görüntüləri də təqdim edirik.